Salam değerli izleyiciler. Axırki gətirdim yemişan sirkəsindən də yemişandan da sirkə hazırlanır. Bir ay hazır olasınız. Bu cənnət almaları hazırdır. Hamısının üstünə sirkə mayaları gəlibdir. Bax, hamısı görükür. Hamısı da ballandır. Demək, sirkənin faydaları şəkər salır, təzyiq salır, həzm prosesini yaxşılaşdırır, öz yollarını açır. Ən çox xüsusiyyətlərindən biri də demək, ən aşağısı bir ayda 4 kiloya yaxın çəkib edə bilirsiniz. Qaraciydə daxili orqanizm olan bütün piyləri əridir. Şimdi bu da göz arkadaşlar. Şam buzasının bəhməzi demək. Faringit, laringit, astma, bronxit, xroniki bronxit. Bir də ən çox köməkli bu göy öskürəklər olur demək. Göy öskürək 3 günə götürür. Təmiz qaranti verir. Bax bu da demək dəmirov otudur. Dəmirov otu demək kimin eksemi var, psoriyozu var, sədəf xəstəliklər üçün inanılmaz faydalar var. Bundan başqa demək qadınların uşaqlıq yolunda eroziya olur, səhvlər olur, sonra orada iltihaplar olur. Bir də miyoma olur. Demək miyoma da çox axmaq əlamətdir. Buna görə həmən bax bundan istifadə etməklə həmən dediyim xəstəliklərdən azad olmaq olur. Sonra öd yollarını açır, vərəm çöplərini öldürür. Qaraciyərin serozunda çox gözəl köməkdir. Bir də əsas ağciyər xəstələrində bunun yəni inanılmaz faydaları var. Demək, bax, dəmirov otu bax bu bitkidir. Bu da bunun astrokasıdır. Demək, yenə deyirəm. Bu çox böyük müalicə əhəmiyyətlərə malikdir. Yəni, bundan başqa demək, sadaladığından başqa, bunun bax belə bir dənə hissəcik buradan qopardılır, bax belə. Bax, bunun üçün bax görürsünüz, bax belə maye gəlir. Bu mayeni bax gözün bax belə bu isə belə bax sürtüş var, keyfin bax bu hissəsini bax belə. Demək, bu kataraktanı, göz zəifliyini aradan götürür. Bu həftədə bir dəfə eləmək olar, artıq olmaz. Bundan böyük yarpaq qopartmaq olmaz, zoğ qəti olmaz. Yəni zoğ çox yandıra bilər. Gözün içine ancaq bax keyfi bax bu hissəsində bax belə bir dənə şarikovoy var balaca. Bax bunu beləcə bura sürtürsüz, oxlanır bu hissə, baş hissə yanır. Bu gözün görmə qabiliyyətini qüvvətləndirir, 80% düzəldir. Yenə deyirəm, ancaq həftədə 2 dəfə sürtülür. Bax bu hissədən gör, bax belə maye çıxır. Bax bu maye balaca çox cüzi hissədə yarpağını, zoğunu qət olmaz. Yenə deyirəm. Cüzi də kirpik olan hissəyə sürtülür. Həftədə bir dəfə olunur demək. Bir ay müddətinə bu çox gözəl köməkdir göz xəstələrinə. Yenə deyirəm, bir də var lapığın sokudur, at pıtırağı gedir. Bunun həm soku, həm kökü çox böyük müalicə əhəmiyyətə malikdir. Kistaları götürür. İstər yoğun bağırsaqda, istəyir ök kisəsində, istər qaraciyərdə, istərsə qadından süd vəsində olan kistaları 2 ay müddətinə kimi zərərsizləşdirir. Sağ olun, var olun. Allah canınızı sağ eləsin, xəstələnməyin.